Salam değerli dostlarım, değerli YouTube izleyicilerimiz, sizin hamınızı Binə qəsəbəsindən xoş gördük. Salam değerli izleyicilerimiz, çok geniş, möhtəşəm bir həyətlə, bağçayla karşınızdayıq. Düz 5 sotun içinde arkamızda bu gördüğünüz həyət evi satışdadır. Real qiymət 65.000 Azərbaycan manatına deyir 5 sotda. Asfalt yolun üzerinde. Tabii ki alıcılarımıza ne olacaktır Rövşən bəy? Sultan Ofis olarak indirim mütləq olacaqdır. Təbii ki ev yiyəsinin səsindən də eşidək. Bəli. Olacaq qardaş indirim. İlk önce Rövşən bəy siz özel əlaqə nömrənizi deyin zəhmət olmazsa. Ayşun xanımı tercih edib deyirəm 055 570 96 40. Rövşən bəy əlaqə nömrələri 051 558 08 28. Çaylarınızı, qəhvələrinizi alırsınız. Yudumlaya Rövşən bəyin təqdimatında tabii ki evimizi gəzirik. Xeyr, Değerli izləyicilər. mən YouTube-a ucu başlayıram da. Bu YouTube-da ikimizin də təqdimatı ilə İkimizin təqdimatı ilə. evimizi diqqətlə sona qədər Bir də izləyirsiniz. xahiş edirik, rəylərdə yazın, yəni tək-tək danışanda daha yaxşıdır, yoxsa belə bəlgesel şəklində çəkəndə də maraqlı olurmu, onu sadəcə bilmək Hə, istəyirik. müştərilərimizin dilindən bəli, Hə, təbii çünki ki siz bilmək bizim üçün istəyərik. çox dəyərlisiniz, yəni evi belə mi təqdim edək, yoxsa əvvəlkilər kimi mi? Buyurun, rəylərinizi də yazmağı unutmayın dəyərli dostlarım. Bəli, dəyərli dostlarım, dəyərli izləyicilərimiz. Çox möhtəşəm bir bağçası var, Rövşən bəy. Belə durun mən sizi Vallahi bu ətrafına- evi belə deyim də, həyət 5 sotlu deyək. Çox mükəmməl, geniş bir həyəti var dəyərli dostlarım. Evin həyətində bax bu qabaq tərəfindən belə deyək, obyekti aşmaq olar. Geniş həyət bacadır. Bax bu qabaq tərəfindən. Üzü yol istiqamətinə baxır. Sonra əlavə olaraq dəyərli dostlarım, burada qəşəng otlar bitişir. Rövşən bəy eyni sarmaşığa bənzəyir. Mən bunları çox sevdim. Çox gözəldir. Bəli. Bax evimiz bu arxamda gördüyünüz evdir. Bu arxamda gördüyünüz evdir. Həyət böyükdür. Əlavə olaraq bunun böyründə 1, 2, 3, 4, 5 dənə bu həyətdə ev çıxartmaq Ya da olar evi ki, artıraraq çox geniş bağça saxlaya böyük- bilərlər. Böyük bir ev də eləmək olar. Bəli, Bəli, dəyərli bəli. dostlarım. Ayşun xanım, həyəti gördülər izləyicilərimiz. İstəyirsən danışa bir evin Təbii ki. içinə də keçək. Təbii ki. Bu izləyicilərimiz görsünlər. Qiymət dediyimiz kimi 65.000'dir, amma real alıcı olsa ev sahibinin özündən də eşitdiyiniz kimi indirim olacaq. Evimiz yerdən hündür kürsülüdür. Yəni belə deyək də kürsü hündürdür. Plus evimizin qabaq tərəfində balkon var, amma evdə belə deyək də az yaşayış olub deyə baxımsızdır həyət baca. Təmirə Həm də ehtiyacı tək var adam evin. yaşayır, dəyərli dostlarım. Ona görə həyət baxımsızdır. Şəxsən mən də olsaydım burada ağac, mağac, burada yaşıllıq, bağ, bağça, yəni mən həvəskarıyam. Salardım həqiqətən. Dəyərli dostlar, inşallah kim də alsa ona belə bir gözəl həyət bacalı həyət evi. Bax bu həyət evi deyəcəm. Keçirəm evə. Keçməmişdən onu deyim ki, kosmetik problemlərimiz var. Ev yarı təmirli kimi gedir. Rövşən bəy evin təmirə ehtiyacı var. Var. Bağçasına söhbət yoxdur evin. Söhbət yox. Evin içi də təbii ki yaxşıdır, yaşayış üçün çox gözəldir. Keçirsən birincidən. Koridor sistemlidir evimiz. Bax belə. Keçirsən Ayşun xanım. Belə keçəcəm, sonra digərlərini siz danışsınız olar. Aha, lütfən. olar. Değerli izləyicilərimiz, baxın, evimizin gerçekten təmirə ehtiyacı var, amma bunu da deyək ki, bu bağçanın bu qədər gözəl olmağı, geniş olmağı, evi gələcəkdə artıra bilərsiniz. Daha da yanında da bir iki dənə ev tikə bilərsiniz. Bunların hamısı bir avantajdır değerli izləyicilərimiz və mən keçirəm çölə. Rövşən bəy buranı sizə təqdim edəcək. Olar Okey, Rövşən bəy? okey. Dəyərli Çox sağ olun. dostlarım, bax belə bir söz deyim sizə. Evimizin mətbəxini göstərim ilk əvvəl. Bax belə bir evimizin mətbəxi var. Alçıpanlar vırılıbdır, hər bir şey qaydasındadır. Evimizin suvaq işləri, mayaq işləri görülübdür. Ağartma işləri qalır yalnız. Bir də ki polun laklanması. Qalan hər şey palojla öz qaydasındadır. Evimizin sanitar qovşağı, dəyərli dostlarım, gördüyünüz kimi bütün aksesuarları var. Sanitar qovşağı tam təmirdir. Bütün kafe metlarına qədər hamısı vırılıbdır. Evimizin zalına keçirəm. Ayaqqabımızı çıxardaraq. Dostlar, bax bura evimizin zalıdır gördüyünüz kimi. Yəni evimizin zalında
cüzi astar işləri görülübdür. Üz işi qalır, əlavə qapıları qalır, giriş qapısı və evimizin üst belə deyək də, nə deyirlər onun adına? Qıraqlıqları, zadları var, belə şeylər qalır dəyərli dostlar. Kosmetik işə ehtiyacı var. Otaqların yalnız biri bax beləsinə gördüyünüz kimi təmirlidir. Belə bir otaq, motosikl kafası. Dostlar, bax belə bir otağımız hazırdır. Keçək digər otağımıza, dəyərli dostlarım. Deməli, burada belə bir gördüyünüz kimi otağımız tam hazırdır. Yəni girib yaşamaq olar, dəyərli dostlarım. Yəni hər şey genişdir, otaqlar da genişdir, sizə onu deyim. Yəni zalımız çox genişdir. Real alıcılar mütləq zəng edərək gəlib bu həyət evini əldə eləyə bilərsiniz. Əsas da mən sizə deyim, evin dizaynı da qəşəngdir. Şəxsi tikili evdir. Yəni bunları şəxsi tikiblər. Yerdə qalan kosmetik işlərdir. Bəzi müştərilərimiz bəli deyir ki, onları özümüzdə görə bilərik həqiqətən də. Yəni reallıqla mən sizlə danışıram. Və evimizin ən əsas mənim üçün avantajlı olan xüsusiyyətlərindən sizə sayım ki, ev şəxsi ev. İkinci bir cəhətdən evimiz həyəti böyükdür. Üçüncü bir cəhətdən evimiz yola yaxındır. Dördüncü bir cəhətdən evimizin evdən çıxdın obyektik məsafədə. Tam yolun üstündə demək olar Rövşən bəy. Bəli. Avantajdır. Ayşun xanım da təsdiqləyir. Təbii ki. Təkrar biliyin anasıdır deyərək evin qiyməti 65 mindir deyirəm, endirim olacaq. Və Ayşun xanımın əlaqə nömrəsi 055 570 96 40. Rövşən bəyin əlaqə nömrəsi 051 558 08 28. Bəli. Bu arada bu yaşıllıq mənə ləzzət elədi. Hələ ağac yoxdur burada. Sarmaşıq kimidir dəyərli izləyicilərimiz. Belə gidirik, cəmaət də görsün yaşıllığımızı. Qışın günündə belə həyatın yamyaşıl olması çox qeyri-adi görünür. Sanki yaşıl xalı döşənilib. Bəli. Çox gözəldir. Dəyərli izləyicilərimiz, zəng edin, gəlin və siz də ev sahibi olun. Allah xeyir versin inşallah.